Deməli, birinci sualda kəsirin sürətinə baxaq. Sonra keçərik məxrəcinə. 5 tam %75 çıxılsın. Uşaqlar, 4-də 3 kəsri özü 0,75 deməkdir. Bunu bilirik onsuz da. 4-dən 4-də isə 4 tam %75 deməkdir. Ona görə mən sürətdəkini 4 tam %75 yaza bilərəm. Sürəti ayrıca yazıram, sonra Axşamınız xeyir. məxrəcə keçirəm. Axşamın xeyir. 5 tam 75-dən 4 tam 75 çıxanda 1 qalır. Bu oldu sürətin cavabı. Keçirəm indi məxrəcin cavabına. 16 tam 2-də 1-i çevirirəm. Eləyəcək 2-də. 2-ni 16-ya vuranda 32. 1 də burada var. Olacaq 33. Bölünsün. 1 tam 8-də 1-i 8-də 3 çevirəndə 8-i 1-ə vururam. 8 plus 3 elədi 11. Bu da bərabər. Kəsiri böləndə birinci olduğu kimi qalacaq. İkincinin tərsinə çevirəcəm. Yazıram 11-də 8. Buradan 11 ilə 33 getsə qalacaq 3. 2 ilə 8 getsə qalacaq burada 4. Üstə və 4 elədi 12. Deməli, kəsrin sürətində 1, məxrəcində 12 aldım. Kənarda isə vurulsun 12 var idi. 12-lər də gedəndən sonra düzgün cavab qalacaq. Burada 1. Sonra baxaq indi ikinci suala. Traktorçulardan biri sahənin 30%-ni, digəri isə qalan sahənin 40%-ni şumladı. Birinci növbədə demişəm bu misallarda həmişə 100 ilə baxın. Birinci 100-dən 30-u getdi, 70. Təzədən yenə 100 kimi baxacaqsınız. Qalan sahə 100 sayılacaq digəri üçün. 100-dən 40 çıxacaqsınız, qalacaq burada 60. 70-i vuracaqsınız 60-a, böləcəksiniz 100-ə. Bu eləyəcək 42. Elə mənə qalan lazımdır. Yəni şumlanmamış elə qalan demək uşaqlar. Bax elə bil 30%-ni gördün işin 70-i qaldı. Təzədən 40%-ni gördün 60-ı qaldı. Bu da qalandı, bu da qalandı. Qalanlardan tapdığım cavab da qalan olacaq. Deməli cavab elə 42 olacaq. Şumlanmışı soruşsaydı 100-dən 42-ni çıxıb 58 yazmaq olardı. Burada A-nın yerində 2 durur deyə A bərabər 2, B-nin yerində 3 durur deyə B bərabər 3 yazıram. Digər tərəfdən B-nin yerində 4 durur, C-nin yerində isə 5 durur. Baxıram burada B-lərin qiymətləri bir-birlərindən fərqlidir. O zaman mən B-lərin qiymətlərini eyniləşdirməliyəm. 3 ilə 4-ə ortaq 12 olar. Buranı 12 eləmək üçün 4-ə vurmalıyam. Onda burada 4-ə vurulmalıdır. 12 eləmək üçün 3-ə vurmalıyam. Onda 5-də 3-ə vurulmalıdır. Bu eləyəcək 8, bu da eləyəcək 12. Yenə bura eləyəcək 12, bu da eləyəcək 15. Artıq B-lərin qiymətləri eyniləşdi. Gətirirəm yuxarıda yerinə yazıram. B kvadratı çıx A kvadratı. Yəni 12-nin kvadratı çıx 8-in kvadratı. Aşağıda isə C kvadratı, yəni 15-in kvadratı çıxılsın B, yəni 12-nin kvadratı. Müxtəsər düsturundan istifadə eləsəm bir dəfə toplanmasını, bir dəfə çıxılmasını yaza bilərəm. Yəni 12 çıxılsın 8, 12 üzərinə gəl 8. Məxrəcdə 15 çıxılsın 12, bir dəfə də 15 üzərinə gəl 12 yazmaq olur. Bərabərdir. 12-dən 8 çıxanda 4, 12 ilə 8 toplayanda 20. Aşağıda 15-dən 12-ni çıxanda 3, toplayanda da 27. İxtisar varmı? Xeyr, heç bir yerdə ixtisar yoxdur. O zaman vurursan. 3 27-yə vuranda 81, 4 20-yə vuranda 80. Cavab olacaq 81-də 80. Sonra məxrəci 115 olan neçə ixtisar olunan düzgün kəsir var. Əvvəlcə bunların qaydası nə idi? Birinci növbədə 150-nin sayda, 115-i sayda qruplarına ayırırdıq. 3-ə böləndə düşür burada 35. Yox, 3-ə bölünürmü ki bu? Bölünmür. 5-ə böləcəyik. Dəqiqə bunu silim. Mən 105 fikirləşdim. Aha. 5-ə böləndə düşür burada 23. 23-ü də 23-ə böləndə düşür 1. İndi qayda belə idi ki, ixtisar olunan, olunmayan qaydası P bərabərdir. A vurulsun, 1 çıxılsın A-da 1, vurulsun, 1 çıxılsın B-də 1. 2 dənə vuruq var deyə 2 dənə mötərizə yazdım. Buradan alınacaq ki, 115 vurulsun, 1 çıxılsın 5-də 1. Vuruqları istifadə edildikdə. Vuruğumuzun biri 5-dir, digəri də 23-dür. Bir dəfə də 1 çıxılsın 23-də 1. Bu da eləyəcək 115 vurulsun 5-də 4 vurulsun 23-də. Elə bil 5-i 1-ə vururam, 1-ni çıxıram 4 qalır. 23-ü 1-ə vururam, 1-ni çıxıram. Burada qalacaq 22. Bu da bərabərdir. 5-i 23-ə vuranda 115 eləyir deyə. Bu 115 ilə bunlar getdilər. Qaldı burada 88.
Bu tapdığımız ixtisar olunmayanlardır. 115 dənə kəsr var əlimizdə. 115 dənə kəsrin düzgünlərinin sayı 114 dənədir. Deməli, mən 114 dənə kəsrdən 88-nin ixtisar olunmadığını bilirəm. Mənə olunanlar lazımdır. Deməli, 114-dən 88 çıxmaq lazımdır. O da qalacaq buradan içə 26. 350 ədədini nə qədər artırmaq lazımdır ki, onun 42% 210 olsun. Deməli, 350 üzərinə gəl x bərabər 42% 210 olan ədəd tapanda 210-u vuracaqsınız 100-ə, böləcəksiniz 42-yə. Buradan da ki, ixtisar aparsaq, 42-ni 42-yə 1, 210-u 42-yə böləndə qalacaq 5. Yəni, 350 üzərinə gəl x bərabərdir. 5-i 100-ə vuranda alınacaq buradan 500 və x-in qiyməti 500-dən də 350 çıxanda qalacaq burada 150. Sonra gələk sual 6. 4 ədədin ədədi ortası 16-dırsa, deməli mən 16-nı vurmalıyam 4-ə. Bu eləyəcək 64. Bu ədədlərə yeni bir ədəd əlavə olundu. Artıq 4 dənə yox, 5 dənə ədədim var. Ədəd orta 14 oldu. Deməli, mən 14-ü 5-ə vurmalıyam. Olacaq 70. Bura gələn ədəd kimdir? 64-dən 70-ə qaldırıbsa, deməli 70-dən çıxmalıyam 64-ünü. Qalacaq 6. Deməli, 6 əlavə olunubmuş. Sonra sual 7-də əvvəlcə bu dövrü kəsir sadələşdirmək lazımdır. Mötərizənin içi 9-un sayını göstərir, mötərizə ilə vergülün arası 0-ın sayını göstərir. Onda yazıram ki, x bölünsün y bərabərdir. Məxrəcdə 90, yuxarıda 26-dan 2-ni çıxmaq lazımdır. Elə bil yazırıq belə, 26 çıxılsın 2. Bu da eləyəcək 90-da 24. Hər ikisini 6-ya ixtisar etsəm, qalacaq burada 15, burada qalacaq 4. Yəni, x-in qiyməti olacaq buradan 4, y-nə qiymət olacaq 15. Hasil soruşur, burada 60 eləyəcək. Yəni, 4-ü 15-ə vurursunuz, cavab oldu 60. Kəsr hissəni tapanda uşaqlar buradakı ədədə fikir vermirdik. Ancaq kökdə 19-un özünü yazıram. 19 da 4-ün kvadratına yaxın olduğuna görə özündən sonra çıxılsın 4 yazıram. Bu da olacaq onun kəsr hissəsi. Tənliyi həll eləyəndə 6-nı keçirdirəm 7-nin yanına. Qalır kök altında x plus 9 bərabər 7-dən 6 çıxanda 1 qalır. Kök getsin deyə hər tərəfini yüksəltmək lazımdır kvadrata. Alınacaq buradan x plus 9 bərabərdir 1-ə. X də bərabər olacaq 1-dən 9 çıxanda qalacaq -8. Tənliklər sistemindən x kvadrat üzərinə gəl y kvadratını tapın. Əvvəlcə baxıram yuxarıdan aşağıya. Y-lər bir-birindən fərqli, x-lər bir-birindən fərqli. Eyniləşdirə bilərəm. Aşağını 3-ə vursam, deməli bunun x-ləri bir-birlərinə bərabərləşmiş olacaq. Aha. O zaman belə yazıram. Birincinin özünü köçürdək. 2x üzərinə gəl 3y bərabərdir 5. Aşağının hamısını 3-ə vururam. Alınacaq 9x üzərinə gəl 3y bərabərdir 12-yə. Tərəf-tərəfə çıxsam, buradan 9x-dən 2x-in çıxsam, eləyəcək 7x. 3y-lər çıxanda getdi. 12-dən 5 çıxanda qalacaq 7. X-in qiyməti oldu burada 1. Aparıb şərtdə hansında ürəyin istəyir x-in yerinə 1 yaz. Gəlin burada yazalım. 1 yazanda 3, üzərinə gəl y bərabər 4 olacaq. Buradan da y bərabərdir yenə 1-ə. Məndən soruşur nəyi? X-in kvadratından y-in kvadratının cəmini. 1-in kvadratı 1, 1-in kvadratı 1 toplayanda eləyəcək 2. Sonra deyir ki, istənilən qiymətində doğru olarsa 2 çıxılsın 4b-ni tapın. Ümumiyyətlə, baxıram ki, buradakı ifadə a kvadratı çıxılsın b kvadratını xatırladır. Və bir dəfə toplanmasını, bir dəfə çıxılmasını yazmaq lazımdır. Ona görə yazıram x çıxılsın a, üzərinə gəl ikinci tərəf. Yəni y üzərinə gəl b. Və bir dəfə də yazıram x çıxılsın a-dan, çıxmalıyam ikincini, amma qabaqda mənfi var deyə işarə dəyişəcək. Olacaq çıxılsın y çıxılsın b. Bərabərdir sağda verilən ifadələrin hər ikisini köçürdürəm. Yəni x üzərinə gəl y üzərinə gəl 2. Bir də x çıxılsın y üzərinə gəlinsin 7. Baxıram ki, x ilə y-in baxın, burada toplanması verib. Toplama burada da bu hissədir. Gördünüzmü?
Bunları qırağa qoysam, qalır burada mənfi a ilə b. Yazıram o zaman. Mənfi a üzərinə gəl b. Bərabərdir buradan 2-yə. Digərinə baxıram. X mənfi y. Yenə x mənfi y. Bunlar getdi yerdə qaldı. Mənfi a ilə mənfi b-ni bərabər eləməliyəm 7-yə. Altından yazıram. Mənfi a, mənfi b bərabərdir 7-yə. Buradan sistem tənliyi həll etsəm, alt-alta toplasam, a-lar mənə verəcək mənfi 2a. B-lər gedir. Bərabər 9-a. Buradan hər tərəfi mənfiyə vursam 2a bərabər mənfi 9 alınacaq. Baxın bizə buradan 2a lazım idi. Onu tapdıq. 2a mənfi 9-dur. A da məlum məsələdir ki 4,5-dir. Mənfi 4,5. Gəlirəm burada yerinə yazıram. Mənfi 4,5 üzərinə gəl B bərabərdir 2-yə. Bu eləyəcək müsbət 4,5 üzərinə gəl B bərabərdir 2-yə. Buradan B-nin qiyməti bərabərdir. 2-dən çıxmalıyam 4,5-ni. Mənfi 2,5 qalır. Mənə lazımdır mənfi 4B. Düzdürmü? Onda bunun hər tərəfini mənfi 4-ə vursam, olacaq mənfi 4B bərabərdir. Buranı da 4-ə vursam eləyəcək 10. Bizə lazım idi nə? Bu tapdığımızlarının cəmi. Mənfi 9 ilə də 10 toplayıram. Mənfi 9 plus 10 cavab eləyəcək. Burada 1. Sonra x kubunun əmsalı 0 olsun deyir. Əvvəlcə bu x-i götürürəm. Buradakı mötərizənin içindəki bütün ifadələrə vururam. X-i vururam x-in kubuna. Olacaq x-in üzərində 4. X-i vurdum mənfi 2x kvadratına. Olacaq mənfi 2x'in kubu. X-i vururam 5x-ə. Olacaq 5x-in üzərində 2. Hər tərəfində elə bil x-ə vurduğuma görə x-lərin hamısı bir vayda artacaq. İndi mənfi a-nı bunlara vuranda həm hamısının əvvəlinə a yazılacaq, həm də işarələri dəyişəcək. Olacaq mənfi a x-in kubu. Mənfi 2-ni mənfi a-ya vuranda müsbət 2a x-in kvadratı qalacaq. Mənfi 5x-i a-ya vuranda mənfi 5a, sonra isə x yazıram. Mənə lazımdır burada x-in kubunun əmsalı. Harada x-in kubu var? 1 burada var və 1 də burada var. Əmsalları 0 olmalıdır. Bunun əmsalında mənfi 2 var, bunun əmsalında mənfi a var. Mənfi 2 çıxa bərabər 0 etməliyəm. Burada mənfi 2 qalsın, mənfi a-nı sağa aparanda a eləyəcək. Yəni a-nın qiymətini tapmış olduq ki, buradan mənfi 2-yə bərabərdir. Elə biz də a-nı axtarırdıq. Sonra turist deyir atla yolun 7-də 4 hissəsini gedəndən sonra qalan 15 kilometri piyada getdi. Bütün yolun uzunluğu nə qədərdir? Elə bil ki, belə deyək də, turistin getdiyi ümumi yol x olmalıdır. İndi 7-də 4-ün gedibsə, yerdə qalan yol bunun nə qədərdir? 15 kilometr. 7-də 4-ün gedibsə, onu da belə yazmalıyam da. X çıxılsın 7-də 4x. Qalanda 15-dir. Bərabər eləməliyəm 15-ə. Deməli, burada 7-ni x-ə vururam. 7x. 4x-dən çıxanda qalacaq 7-də 3x. Bərabərdir 15-ə. Buradan da x-i tapanda 15-i vurmalıyam 3-də 7-yə. 15 ilə 3 ixtisar getsə 5 qalacaq burada. 5-i də 7-yə vuranda 35 eləyəcək. Yolun uzunluğu 35 kilometrə bərabər imiş. Sonra gəldik bu ifadəyə. Burada aşağıdakı ifadədən mən nə edə bilərəm? B kubu çıxılsın 27-dir. Gəlin bunun vuruqlara ayıraq. Yuxarıdan 7-dən çıxartdım kənara. Qaldı B çıxılsın 3. Müxtəsərdir də. Aşağı hissə. Bu B kubu çıx 3-ün kubu kimi düşünün. Onda yazırıq belə. B çıx 3. Sonra B-nin kvadratı üzərinə gəl bunların hasili və üzərinə gəl 3-ün kvadratı 9. Bərabərdir. Buradan B çıx 3 ilə B çıx 3 getsə, yuxarıda qalacaq 7. Aşağıda qaldı B-nin kvadratı üzərinə gəl 3B və üzərinə gəlinsin 9. Uşaqlar, indi baxın bura. Mən buradan B kvadratı üstə gəl 3B-ni tapmaq üçün mənfi 5-i sağa aparıb da müsbət 5 yazaram. Yəni oradan lap buradan ox şərəsi qoyun, bilək ki, onun davamıdır. Yazıram buradan belə. B-nin kvadratı üzərinə gəl 3B bərabərdir 5-ə. Eyni B kvadratı üstə gəl 3B burada da varmı? Deməli, gətirib yerinə 5 yazmalıyam. Olur 7 bölünsün 5 plus 9. Bu da bərabərdir 14-də 7. Bu da ixtisar getsə 2-də 1 qalacaq və yaxud da ki 0,5 şəklində də yazıla bilər. Sonra baxaq indi buradan sual 15-ə. Bu deməli paralelogramdır. Paralelogramın qarşı bucaqları bərabərdir. Yəni ora 2x-dirsə burada 2x-dir.
Bura 3x-dir, burada 3x-dir. Bunu məlumat üçün yazdıq. Çünki C bucağını soruşur bizə. Üstə bucaq qeyd olunmamışdır. Və bir tərəfinə bitişik bucaqların cəmi 180 olmalıdır. Onda 2x üzərinə gəlinsin 3x bərabərdir 180 yazaram. Buradan 5x bərabərdir 180 yazsam, x-in qiyməti olacaq 180-i 5-ə böləndə 36. Məndən C bucağını soruşduğuna görə 2-ni vurmalıyam 36-ya. Onda C bucağı bərabər olacaq 72 dərəcəyə. Sonra tənliyin kiçik kökünü tapın deyir. Əvvəlcə müxtəsər kimi mötərizəni açaram. 2 vurulsun. Müxtəsər kimi açanda birincinin kvadratı olur x-in kvadratı. Çıxılsın x-i vururam 1-ə 1x. 2-yə də vuranda 2x. Və mənfi 1-in kvadratı oldu plus 1. Bərabərdir. X-i vururam x-ə olacaq x-in kvadratı. X-i vururam mənfi 3-ə olacaq mənfi 3x və plus 4. Mötərizəni vurub atsam buradan 2x-in kvadratı çıxılsın 4x. Üzərinə gəlinsin 2. Soldakılar, sağdakıları da sola gətirsəm işarələr dəyişir. Çıxılsın x-in kvadratı. Üzərinə gəl 3x minus 4 bərabərdir 0 olur. Buradan 2x kvadratı, bu da mənfi x kvadratı. Böyükdən kiçiyə çıxsam qalır x-in kvadratı. Mənfi 4x və 3x bizə verəcək mənfi x. 2 ilə mənfi 4 də bizə verəcək mənfi 2. Bərabərdir 0-a. Buradan istəsəm v-yə tətbiq edərəm, istəsəm kvadrat tənliyi ilə həll eləyərəm. Deməli, x1 üzərinə gəl x2 bərabər olmalıdır müsbət 1-ə. Çünki burada x-in əmsalında nə varsa əksin götürürdük. Və köklərinin hasili vuranda isə bərabər olmalıdır sonluqda mənfi 2-nin özünə. O da olar nə ilə nə? 2 ilə mənfi 1. Baxın, 2-ni mənfi 1-ə vuranda mənfi 2 eləyəcək. 2 ilə də mənfi 1-i toplayanda 1 eləyəcək. Mənə lazımdır kiçik kökü, yəni mənfi 1 lazım idi. Ona görə yazdıq. Sonra davamına baxaq buradan. Sual 17-də. Deməli uşaqlar, burada nə lazım bizə? x1 vurulsun x2-nin kubu, üzərinə gəl x2 vurulsun x1-in kubu. Bu ifadəni sadələşdirmək lazımdır. Əvvəlcə burada ortaq vurulu mötərizəni xaricinə çıxartmalıyam. Hər ikisində həm x1 var, həm də x2 var. Çıxartdım kənara. Qaldı orada x2-nin kvadratı və x1-in kvadratı ikincidə. Bunun da özünün düsturu var. Köklərinin elə bil müxtəsər düsturu da a kvadrat üstə gəl b kvadratıdır. x1, x2 qaldı öz yerində. Mötərizənin içini belə çağırın. Bir dəfə yaza bilərəm x2 ilə x1-in cəmi kvadratı. Çıx bunların hasilinin 2 misli. 2, x1, x2. Hər şey yerindədir. Bir dənə qiymətləri yerinə yazmaq qaldı. Əvvəlcə mən yuxarıda hər tərəfi 2-yə bölməliyəm. Çünki əmsal 2-dir burada. 2 olmamalıdır. 2-yə böləndə qalır burada x-in kvadratı. 2-yə böləndə qalacaq burada 2,5x. 2-yə böləndə olacaq bura mənfi 2. Bərabər 0. Buradan tənliyin köklərinin cəmi olacaq müsbət 2,5. Hasil də bizə verəcək mənfi 2. Gətirən qiymətləri yerinə yazaq. x1, x2-nin yerinə yazıram mənfi 2. Toplamanın yerinə yazıram burada 2,5 və kvadratı var deyə eləyəcək altdan %25. Burada mənfi 2 yazsam, mənfi 2-ni mənfi 2-yə vuranda müsbət 4 eləyəcək. Bu da alınır ki, burada mənfi 2 vurulsun. Toplayanda bunları verəcək 10,25. 2-yə də vuranda mənfi 2-yə daha doğrusu. Mənfi 20,5 eləyəcək. Sonra üçbucaq sualıdır. Tərəflər verilibdir və kiçik bərabər sıfırdan götürülür uşaqlar. Deməli, bunların hamısını sıfıra bərabərləşdirib perimetri tapa bilərəm. Yəni, A üzərinə gəl B çıxılsın 13 kiçik bərabər 0. Sonra B üzərinə gəl C çıxılsın 14 kiçik bərabər 0. Və A üzərinə gəl C çıx 15 kiçik bərabər 0 yazdım. Bunu yazandan sonra rəqəmlər, daha doğrusu ədədləri sağa keçirdirəm. Elə bil alınır burada belə. A üzərinə gəl B kiçik bərabər 13-dən, B üzərinə gəl C kiçik bərabərdir 14-dən və A üzərinə gəlinsin C kiçik bərabərdir 15-dən. Bunların hamısını alt-alta toplasam. A ilə A mənə verəcək 2A, B ilə B mənə verəcək 2B və C ilə C mənə verəcək 2C. Kiçik bərabər, toplayanda da eləyəcək 39, 3, 42. Hər tərəfi də 2-yə bölə bilərəm, çünki bütün əmsallar 2-dir. Onda alınacaq burada A plus B plus C kiçik bərabər 21. Deməli, perimetrimiz elə 21-ə bərabər. Çünki üçbucağın tərəfləri toplayanda A üstə gəl, B üstə gələcək bizə perimetri vermiş olur. Sual 19-da deməli, adi parçası ABC üçbucağının tənbölənidir.
Bir dənə əvvəlcə üçbucağı çəkirik. Adlandıraq. Bura B yazıram. Bura C yazıram. Burada A yazıram. Deyir AD parçası. AD. Tən böləndir. AB 18-dir. AC 15-dir. BD çıx DC bərabərdir X yazır. 2 yazıb uşaqlar. Mən buradan BD-ni saxlayıram. Həmin DC-nin yerinə X yazıram. Buraya yazıram X bərabərdir 2-yə. Onda buradan BD-ni mən tapa bilərəm ki, mənfi X sağa aparsam X plus 2 alınacaq. Demək olar mən bura X üzərinə gəlinsin 2 yaza bilərəm. İndi alt-alta nisbətdə tənbölənə xassəsi. Onda yazaram ki, 18-in x üstə gəlinsin 2-yə nisbəti bərabərdir 15-in x-ə nisbəti. İxtisar da aparsaq hətta buradan biz 18-i bölərəm 3-ə düşər 6, 15-i bölərəm 3-ə düşər 5. Çarpaz vuraram. 6-nı vururam x-ə olacaq burada 6x bərabərdir. 5-ə vurdum x-ə olacaq burada 5x plus 5-ə vurdum 2-yə olacaq burada 10. 6x-dən 5x çıxanda qalır x. Burada alınacaq 10. X-in qiyməti oldu 10. X-in yerinə 10 yazsam, bura eləyəcək 10-un özü. Burada 10 plus 2 var axı. Bu da eləyəcək 12. Bizdən kimi soruşur? BD-ni soruşur. Deməli, cavab oldu. Burada 12. Gəldik bura. Perimetrləri cəmi 42. Deməli, bunu adlandıraq əvvəlcə. Yəni, buraya yazıram A. Söhbət paralleloqramdan gedir. Onda qarşı tərəf burada A olacaq. Bura B. Onda burada B olacaq. Sonra bura X yazıram qarşı-qarşıya. Bunlara da Y yazıram qarşı-qarşıya. Bunun ortasına bir M deyək. Buna da bir N deyək. İndi nə edəcəm uşaqlar? Perimetrləri cəmi 42-dir paralleloqramların. Bunun perimetri 2A üstə gəl 2B. Bunda 2x üstə gəl 2y-dir. Onda yazıram belə. 2A plus 2B plus digərinin perimetri 2x üzərinə gəl 2y. Hamısı birlikdə 42-yə bərabər. Hamısı 2-yə bölünür. 2-yə böləndə qalacaq burada A, üzərinə gəl B, üzərinə gəl x plus y bərabər olacaq. 2-yə böləndə 21. Bunu bildik. Deyir AF 16-dır. Yəni M mən N-in cəmi 16-ya bərabərdir. Buradan da yazıram M üzərinə gəl N bərabərdir 16. Sonra nə verib bizə? Deyir AC ilə bunu qeyd elədik. ABC 3 bucağı. Görüm hanı ABC? Sarı ilə göstərəcəm. A, B, bir də C. Bu 3 bucaqla CFM və bu 3 bucağın perimetrlərinin cəmini soruşur. İndi sarı yerdə olanların perimetrləri. Birincinin tərəfi A-dır, B-dir, M-dir. Yazıram bura. A, B, M. Üzərinə gəl digərdəki. X-dir, Y-dir, N-dir. X, Y, N. Bərabərdir sual. Bunu yazdım. Bunları alt-alta toplasam nə alaram buradan? Alarıq ki, A üzərinə gəl B, üzərinə gəl X, üzərinə gəl Y, M və N. Hamısı bir yerdə 21 ilə 16-nı toplayanda 37 verəcəklər. Bizdən də bunu soruşurdu. Cavab oldu. Deməli 37. Sonra deməli uşaqlar bizə P1 verilib, bir də P3 verilib. 1 almaq üçün əvvəlcə mən nə etməliyəm? X-i yenə 1 yazmalıyım. Daha doğrusu 1 almaq üçün deyəndə X-dən yenə 1 yazmalıyım. Alınır onda burada P1 üzərinə gəl. Burada 1 yazanda alınacaq P2 bərabərdir. Burada 1 yazanda əmsalların cəmi deməkdir. 4, 2, 6, 7 də burada 13. Bunu yazdıq. Sonra yazılmaz. Nə oldu buna? Neyse buna davam edeyim. O bir susmantası. Buraya yazıram 13. Deməli uşaqlar, davamına baxaq. İndi mən nə almalıyam? P3 almaq üçün x-in yerinə burada 2 yazmalıyam ki, ora 3 eləsin. Deməli, x-lər yerinə 2 yazıram bu dəfə. Alınır onda P2
Üzerine gel. Burada yerine 2 yazanda alınacak orada P3 beraberdir. Burada 2 yazanda 2'nin kvadratı 4. 2'ye vurdum 8. Yine burada 2 yazanda 2 dəfə 2 4. Bir de 7. Toplayanda bunlar eləyəcək neçə? 8 ilə 4 elədi 12. 7 burada 19. Bunlar tərəf-tərəfə gəlin çıxağım. P2'dən P2'nin çıxıram gedir. Yuxarıdan yazıram P1 çıxılsın P3 bərabərdir. 13'dən 19 çıxanda qalır -6. Bu aşağıda verilən şərtlə köçürdürəm 6 hissəsinə. Onda alınacaq burada nə? P1 plus P3 bərabərdir 22'yə. Bunları alt-alta sistem həll etsəm, P3'lər gedəcək, biri müsbət, biri mənfi. Alınır 2P1 bərabərdir. Toplayanda bunlar edəcək 16. P1 də bərabər olacaq 16-nı 2'yə böləndə 8. Bizdən nəyi soruşurdu elə? P1'i soruşurdu. Deməli, ikisinin yerinə bir dəfə 1 yazmaq lazımdır. Bir dəfə də 2 yazmaq lazımdır. Ben bunu tezcədən yazım. 2 yazanda alın. Deməli, burada nə? P2 üzərinə gəlinsin. P3 bərabərdir. Yəni neçə alınmışdı? 19 alınmış deyəsən. Eləmi? 4 vur 2 kvadrat 4 dəfə 4 16. Sonra bura 4 Bəli. 27. Yox. Əksi yenə 2 yazdan mən səhv eləmişəm. Nə deyəsən? 2'nin yerinə yazanda 2'nin kvadrat 4 4 4 vuranda 16. Bu 4 bu da 7. 27 eləyəcək burada. Bura 27'dir. Alt-alta çıxanda P1 çıxılsın P3. Bunlar çıxdım getdi axı. Bərabər -14'ə. İndi köçürdürəm yuxarıda verilən şərti. P1 üzərinə gəlinsin P3 bərabərdir 22'yə. Tərəf-tərəfə baxsam 2 dənə P1 bərabərdir. P3'lər gedir axı. Biri müsbət, biri mənfidir. Bərabər 8'ə P1 olacaq 4. Bayaq orada 19 yazmışdım mən deyəsən. Hesab səhvi gedib oradan. Sonra baxaq buradan sual 22'yə. Belə vuruqlarda uşaqlar bu mötərizənin vurubasında cavab avtomatik özü ortaya çıxır. 5x'i vururam x-ə olacaq 5x'in kvadratı. 5x'i vururam -2'yə oldu -10x. Müsbət 1x-ə vuranda elə x-in özü. Müsbət 1-i də -2'yə vuranda -2. Buradan yekunda alınacaq belə 5x'in kvadratı. -10x'in üstü x gələndə alınır -9x və axırda -2. Bu yuxarıdakı veriləni də köçürdürəm bunun altına. Görə nə alınacaq? Deməli, orada verilib mənə 5x'in kvadratı. Üzərinə gəl ax çıxılsın b. Hər kəsin cavabı alt-alta görünür. A-nın qiyməti bax üstə -9'a bərabərdir. -b, -2. Deməli, b də 2'yə bərabərdir. Bizdən də soruşurdu AB hasilini. O da eləyəcək -18. Bir ABCD kvadratının təpələrindən paralel düz xətlər onun müstəvisinə paralel olan müstəvin uyğun olaraq A1, B1, C1-ni kəsir. AB 4 olarsa A1, C1 parçasının uzunluğunu tapın. Uşaqlar, belə misallarda yadda saxlayın ki, verilən xətlərin hamısı bir-birlərinə paralel olduqlarına görə elə qiymətlərin hamısı da bir-birinə bərabər olacaq. Həm də söhbət kvadratdan gedir axı. Kvadratın da bütün tərəfləri bir-birlərinə elə bil ki, olurlar bərabər. Elə bir söhbət bundan gedir. Biri buradadır, şəklin, paralel müstəvinin. Biri də buradadır. Yuxarıdakının qiyməti məsələn 4-dürsə, aşağıdakının qiyməti də 4 olacaq. Çünki eyni şeyin kölgəsində elə qiymətin özünə 4 götürəcəksiniz. Paralel şərtindən bunu göstərə bilərik. Sonra qabın 7 hissəsi su ilə doludur. Qaba 25 litr su əlavə eləyəndən sonra doldurulmuş hissə doldurulmamış hissədən 2 dəfə çox oldu. Elə bil ki, 7'də 3'ü doludur. 7'də 4'ü boşdur. Yəni dolmayıbdır. İndi cümləni oxuyuram. Deyir 25 litr su əlavə elədim. 7'də 3'ü doluydu bunun. Hələ bunun üstünə bir 25 də gəldim. Sonra deyil doldurulmuş hissə, yəni bu soldakı hissə doldurulmamışdan, yəni 7'də 4x-dən 2 dəfə çox oldu. Deməli mən bunu vurmalıyam 2'yə. Alınacaq onda sağdan baxıram. 7'də 8x bərabərdir. 7'də 3x üzərinə gəlinsin 25. Davamını buradan yazıram. 7'də 8'dən çıxmaq lazımdır. 7'də 3'ünü bərabərdir 25 yazıram. Çıxanda qalacaq burada 7'də 5x bərabərdir 25'ə. X-i buradan tapmaq istəsəm 25'i vuracam tərsinə 5'də 7'yə. 25 ilə 5 x-lar getsə 5 qalacaq. 5'i də 7'yə vuranda olacaq burada 35. Gəldik bura. Şöyle belə misalda verilən bu modulu sola keçirdirəm əvvəlcə.
Alınır burada 2x minus 6. Modulu sola keçirəndə plus modulda y çıx 5 və bərabərdir 0-a. Modullar 0-a bərabərdirlərsə, deməli bunlara ayrı-ayrılıqda 0-a bərabərləmək lazımdır. 2x çıx 6 bərabərdir 0-a. Buradan 2x bərabərdir 6-ya. X də bərabərdir 3 yazmaq olar. Digərində yazıram. Y çıxılsın 5 bərabərdir 0-a və y bərabərdir 5 olacaq. Və bizdən nə soruşur? X üzərinə gəl 2y. Yəni 3 üzərinə gəl 2 vurulsun 5. O da eləyəcək 13. Birinci vurma hesablanır. 10 eləyir. Sonra da 3 oldu 13. Cavab olacaq burada 13.